Yay aylarında müşahidə olunan yüksək temperatur günvurma riskini artırır. Xüsusilə günəşin ən isti saatlarında olanda ehtiyatsız davranışlar sağlamlıq üçün ciddi təhlükələrə səbəb ola bilər. Bəs vətəndaşlar bu riskin nə dərəcədə fərqindədir? Onlar günvurmadan qorunmaq üçün hansı tədbirləri görür? Həddən çox günəşin ziyanları olur. Onun üçün qorunmaq üçün çalışıram ki, kölgədə, dənizdə olum. Sahata diqqət eləmək lazımdır ki, günün o qızmar vaxtlarında çölə çıxmaq biraz məsləhətli deyil. Bir də geyim, daha kətan geyimlərə üstünlük versən daha yaxşı olar. Səhiyyə Nazirliyinin həkim eksperti Zakir Quliyevin sözlərinə görə, günəş şüalarının baş və boyun hissəsinə təması nəticəsində günvurma baş verir. Çox vaxt sadə simptomlarla özünü biruzə verən bu halların nisbətən ağır göstəriciləri də mövcuddur. Halsızlıq, yorğunluq, buantı, qusma, baş ağrısı kimi şikayətlərlə başlaya bilər. Bəzən də daha ağır dərəcədə xəstənin huşunun itməsinə, hətta ürək dayanmasına qədər, tənəffüsün dayanmasına qədər gətirib çıxarda bilər ki, dediyimiz kimi bəzən də ilkin tibbi yardım müdaxilə olunmazsa, bədbəxt hadisə ilə, hətta ölüm halı ilə də yekunlaşa bilər. Mütəxəssisin fikrincə, günvuran şəxsin huşunun olub-olmaması da mühüm faktorlardan biridir. Əgər şəxs öz-özünə yardım edə biləcək haldadırsa, bu zaman mütləq sərin yerə keçməli, bol miqdarda maye qəbul etməli və günəş şüalarının təmas etdiyi bədən hissələrinə soyuq su ilə kompres tətbiq olunmalıdır. Xəstənin huşu yerində deyilsə, ətrafdakıların köməyi ilə ona ilkin tibbi yardım göstərilməli, geyindiyi paltarları əynindən çıxararaq nisbətən rahatlıq yaradılmalıdır. Xəstəyə qətiyyən su içirmək olmaz. Əks təqdirdə su nəfəs yollarına qaça və boğulma riskinə səbəb ola bilər. Ölkəmiz üçün səhər saat 11-ə qədər və axşam saat 5-dən sonra günəş şüaları yer kürəsində daha meyilli istiqamətə gəldiyinə görə əslində günəşlənmək üçün, açıq havaya çıxmaq üçün ən ideal saatlar bu saatlardır. Amma səhər 11 ilə axşam saat 5 arasında isə günəş şüaları yer kürəsində düz buzaq altına gəldiyinə görə bunun verəcəyi fəsadlar daha çox olur. Mütləq qoruyucu şapkalardan, qoruyucu eynəklərdən istifadə olunmalıdır. Açıq rəngli və rahat paltarlara üstünlük verilməlidir. Gün ərzində bol miqdarda maye qəbul edilməlidir. Ağır, kalorisi yüksək qidalardan da uzaq durulmalıdır. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Günay Əliyeva müsahibəsində bildirib ki, günvurma ilə bağlı bu il mərkəzə daxil olan müraciət dinamikasında ötən illə müqayisədə 49% azalma var. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Bakı şəhəri üzrə bu günə qədər günvurma ilə əlaqədar 32 müraciət daxil olub. 2025-ci ilin müvafiq dövrü ərzində günvurma ilə əlaqədar 63 müraciət qeydə alınıb. Təbii ki, müraciət edənlər arasında 20-50 yaş kateqoriyasına aid olan şəxslər üstünlük təşkil edir. Həmçinin uşaqlar və yaşlılar da risk qrupuna aiddir. Məlumat üçün bildirim ki, açıq hava şəraitində çalışanlar, uzun müddət günəş şüalarının təsirinə məruz qalanlar, xüsusilə xroniki xəstəliyi olan şəxslər günvurmaya daha həssas hesab edilirlər. İsti havalarda qidalanma rejiminə də xüsusi diqqət olunmalıdır. Daha çox meyvə-tərəvəz, həmçinin ağartı məhsullarından ayran və qatıq qəbul etmək lazımdır. Qeyd edək ki, Əmək Məcəlləsinin 230-cu maddəsinə görə 41 dərəcədən yüksək olan hava şəraitində açıq havada və sərinləşdirici qurğuların olmadığı, örtülü binalarda, otaqlarda və ya digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Unutmayaq ki, vaxtında görülən tədbirlər sağlamlığın qorunması üçün mühüm rol oynayır. Nigar Namik, Fərahim Rızazadə, Hüseyin Bağırov,